Biz minimum əmək haqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunu 3.1 dəfə artırılmasına nail olmuşuq. Biz 400 manata artıq bu minimum əmək haqqını çatdıra bilmişik. Biz bu islahata başlayanda ölkədə minimum əmək haqqının məbləği 130 manat idi. Digər tərəfdən əmək bazarı üçün və əmək haqqı fonduna müsbət təsir edən bir məsələlərdən biri dövlət sektorunda əmək haqqlarının artırılmasıdır. Biz bu artımları hökumət olaraq tətbiq etdikdə, əlbəttə ki, bu bir özəl sektorla da bir rəqabət yaradır və bu əmək haqqlarının özəl sektorda da artmasına təsir göstərir və çox sevindirici haldır ki, minimum əmək haqqının artırılması aşağı əmək haqqılı vətəndaşlarımızın əmək haqqısının artmasına müsbət təsir eləyir. Biz 400 manat minimum əmək haqqını çatdıranda biz müşahidə elədik ki, median əmək haqqı da bir 50 manata yaxın, yəni 10%-ə yaxın bir artımı biz gördük. Mənzil və avtomobil təminatı ilə bağlı məsələni mən qeyd eləmək istəyirəm. Burada da səhv etmirəmsə, birinci plenar iclasda bu sual qalxmışdı ki, Mənzil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlilləri üçün mənzil və yaxud fərdi evlərin inşasında maraqlı deyil. Bu belə deyil. Hazırda ölkə başçısının 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamı və 25 yanvar 2021-ci il 2449 nömrəli sərəncamı əsasında şəhid ailələrinin və müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün 2 proqram icra edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu proqramları icra etmək üçün kifayət qədər vəsaitə malikdir. Proqramlar dayandırılmamışdır, davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çoxmənzilli binalarda mənzillərin alışını həyata keçirir və bu məqsədlə müvafiq tenderləri biz elan edirik. Ümumilikdə isə bu proqram çərçivəsində bilirsiniz ki, 15.7 min mənzil və fərdi evin verilməsi təmin olunmuşdur. 2018-25-ci illərdən bu kateqoriyadan olan şəxslərə 10.000 biz mənzil və fərdi evin verilməsini təmin etmişik. Post müharibə dövründə isə 6.900 mənzilin verilməsini təmin etmişik. Cari ildə bu məqsədlər üçün 400-ə yaxın mənzilin alınmasını biz təmin edəcəyik və onu da qeyd edeyim ki, dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaqdır. Onu da bildirim ki, mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan və mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri və müharibə əlilləri mənzillə deməli təmin ediləcəkdirlər. Burada səslənən növbəti məsələlərdən biri deməli vəkillərin pensiya təminatının, yəni pensiya məbləğinin artırılması ilə bağlıdır. Burada məsələ ondan ibarətdir ki, hamınız bilirsiniz ki, hazırda ölkəmizdə mövcud olan pensiya təminatı sistemi sosial sığorta prinsipinə əsaslanır. Belə ki, hazırda daha çox məcburi dövlət sosial sığorta haqqı ödəyənlər yüksək pensiya kapitalı formalaşdırmaqla daha yüksək pensiya məbləği əldə edir. Bu baxımdan vəkillərin pensiya təminatının yaxşılaşdırılması üçün daha yüksək gəlirlərin formalaşması və ya ödənilən məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi ilə bağlıdır. Hörmətli deputatlar, burada məsələnin mahiyyəti ondan ibarətdir ki, bugün burada qeyd etdiyim kimi biz yalnız 20-ci maddədə, yəni əmək pensiyaları haqqında qanunun 20-ci maddəsində nəzərdə tutulan dövlət qulluqçularına, hərbi və xüsusi rütbəli şəxslərə pensiyasına əlavələr veririk. Digər şəxslərin pensiyası isə onların işlədikləri dövr ərzində formalaşan kapital hesabına formalaşır. Yəni bu çərçivə həm də bizim vəkillərə şamil olunur. Erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir, belə bir sual olmuşdur. Burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda güzəştli şərtlərlə erkən pensiya çıxma hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosial yönümlüdür. Belə ki, erkən pensiya çıxma hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir. Təkcə 200-dən çox sahə üzrə 4000-dən çox vəzifə və peşələr üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə 5 il erkən pensiya təyin olunur.
Son dövrlər edilmiş dəyişikliklərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilmişdir. Erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsinə, bu da genişlənməsinə səbəb olmuşdur. Bu istiqamətdə də Nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatı olan, maliyyə təminatı real olan, məntiqli olan təkliflərə biz baxırıq və onları deməli qiymətləndiririk. Növbəti bir sual pensiya kapitalının vərəsələrə verilməsi ilə bağlıdır. Burada da biz nəyi qeyd etmək istərdik? Hörmətli deputatlar, bugün Azərbaycanda sığorta pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir. Yəni, bugün istənilən şəxsin ödədiyi sığorta haqqı 1,1 milyon əmək pensiyasının maliyyələşdirilməsinə yönəlir. Yəni, bugün Dövlət Sosial Müdafiə Fondunun pensiya xərclərinin məbləği artıq aylıq əsasda 600 milyon manata çatıb. Yəni, bizim ay ərzində topladığımız, yəni İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti ilə birlikdə topladığımız sosial sığorta haqları ilə həmin ayda pensiyaçıların pensiyasının deməli ödənilməsinə yönəlir. Digər tərəfdən qeyd eləməliyik ki, əmək pensiyaları haqqında qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş ailə başçısının ailə üzvlərinin ailə başçı itirməyə görə əmək pensiyası hüququ vardır. Yəni, bu da qanunda təsbit olunmuş bir məsələdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq hesab edirik ki, əmək pensiyaları sahəsində bizim islahatlarımız pensiyaçıların bundan sonra da pensiyalarının məbləğinin yönəldilməsinə deməli istiqamətlənməlidir. Özəl pensiya fondları ilə bağlı sual olmuşdur. Onunla bağlı da qeyd edeyim ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında özəl pensiya üsulunun fəaliyyəti üçün hüquqi mühitin yaradılması tapşırılmışdır. Bu məqsədlə Nazirlik tərəfindən digər aidiyyəti qurumlar və beynəlxalq təşkilatlarla birgə qeyri-dövlət pensiya fondları haqqında Azərbaycan Respublikasının qanunu və digər əlaqəli sənədlərin layihələri hazırlanmışdır. Bunlarla bağlı qurumlar və özəl sektorla müzakirələr davam etdirilir. Amma hörmətli deputatlar, burada bizim üçün ən vacib olan sual özəl pensiya fondunun sosial sığorta haqqı hansı mənbədən, yəni işçi yoxsa işə götürən mənbəsindən formalaşacağı böyük bizim üçün sualdır. Bunun mənbəni biz müəyyən eləməliyik. Bu baxımdan bu istiqamətdə bizim işlərimiz hələ də deməli davam edir.